Bismillahirrahmanirrahim. Və sallallahu ala seyyidina Muhammedin və alihi tahiri. Selamun aleykum əziz dəyərli müminlər. Xoş gördük sizləri bu rəhmət ayında. Allah Teala bu ayda tutduğunuz orucları, etdiyiniz ibadətləri gözəl şəkildə sizdən qəbul eləsin inşallah. Əzizlər, bu ay çox əzəmətli bir aydır, fəzilətli bir aydır. İmam Cəfər-i Sadiq əleyhissalamın məşhur hədisi var ki, ağa buyurur ki, bu ayda özünü bağışlatdıra bilməyən, sair aylarda da özünü bağışlatdıra bilməz. Bu ağanın hədisini götürüb ona əməl etməliyik. Çünki bu ay bizim günahlarımızı yuyub aparan aydır. Bu ayda Allah bizdən gözəl əməl istəyir, gözəl təqva istəyir. Allahdan gözəl, layiqincə qorxmalığı istəyir, ibadət istəyir ki, bu mənəviyyatımızı əldən verməyəcək. Yunus ibn Zəbiyan belə nəql edir. Qultu lis-Sadiq məllədi yubaidu ənə iblis. Deyir, İmam Sadiq əleyhissalamdan soruşdum ki, hansı əməl şeytanın bizdən uzaqlaşdırar? Şeytanın özünü qara edər. Biz o işləri görək ki, bu şeytan bizə vəsvəsə eləməsin, bizə yaxınlaşa bilməsin. Qalə aleyhissalam. İmam Sadiq əleyhissalam buyurdu. Əs-savmu yusəvvidu vəchəh. Oruc şeytanın özünü qaraldar. Əgər bu ayda biz oruc tutsaq ki, o oruc tutmaqla Allah Teala şeytanın vəsvəsatını bizdən uzaqlaşdırar və onun üzünü qara edər. Bəzən çox səhlənkarlıq edirik, bəzən elə işlər görürük ki, cahillik edirik, oruc tutmayanlar var. Onlar mənəvi maddiyyatına görə bir gün belə ac qalmaqlarından qorxaraq Allahın vacibatını tərk edirlər. Bu yaxşı əməl deyil. Çalışaq Allahın bəyəndiyi işləri görək. O da bir Ramazan ayıdır ki, bir ay Allah Teala bizim üçün burada rəhmət açıb, məğfirət açıb, biz bu ayı boş qoymayaq və şeytana uymayaq. Ona görə İmam buyurur ki, qalə, əs-savmu yusəvvidu vəchə. Oruc şeytanın üzünü qaraldar. Və sədəqətu təksiru zəhrə. Sədəqə vermək onun belini sındırar. Ki, bir nəfər sədəqə verər. Sədəqə də budur ki, Allah Teala bu ayda sədəqə verməyi çox təkid edir ki, insanlar bu ayda çoxlu sədəqə versinlər, fəqir ailələri sevindirsinlər, onlara iftar süfrəsi versinlər, onlara hər cəhətdən köməkli etsinlər. O da sədəqənin bir növüdür ki, وَالصَّدَقَةُ تَكْسِرُ زَهْرَ. Sədəqə verməklə o məlun şeytanın belini qırmış olursan. وَالْحُبُّ فِي اللّٰهِ وَالْمُعَازَرَةُ عَلَى الْعَمَلِ الصَّالِحُ يَقْتَعَانِ الدَّابِرَةِ. Buyurur ki, müminlər ki, bir yerə cəmləşərlər, Allah yolunda bir-birlərini sevməsi və salih əməllər ki, edəcəklər, belə işlərin olmağı, dəstək olmağı onun kökünü kəsər. Görər ki, müminlər bir yerdədirlər, bir-birinə yaxşı, xoş rəftarları var, dostluqları var, orada əməli salih işlər görürlər. Bu işləri görməklə bu məlunun olacaq, kökü kəsiləcək. وَالْاِسْتِغْفَارُ يَقْتَعُ وَتِينَ. Günahlardan istiğfar və tövbə etmək isə şah damarını qoparar, onu sizdən uzaqlaşdırar. Budur ki, əzizlər, çoxlu dualar etməklə, çoxlu işlər görməklə, çoxlu istiğfar etməklə yaqtahu vatinə. Onu gətirib şah damarını da qoparlar və sizdən onu uzaqlaşdırar. Allah Rəsulü buyurur ki, Cəbrailə belə buyurmuşdu. Ey Cəbrail, yerə nazil ol və üsyankar şeytanı zəncirlə ki, bəndələrimin orucunu xarab etməsin. Bu ayda çoxlu hədislər var ki, Peyğəmbər buyurur ki, bu ayda Allah Teala şeytanı zəncirləyib ki, insanlara vəsvəsə etməsin, vəsvəsə etməklə onların oruclarını xarab etməsin. Buyurur ki, bəndələrimin orucunu xarab etməsin ki, onlar gözəl şəkildə neyləsinlər, oruc tutsun. Necə ki, Qur'an-ı Kərimdə Allah Teala Fussilət surəsinin 36-cı ayəsində buyurur ki, وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللّٰهِ İnnehu huvas-samiul alim. Əgər sənə şeytan bir vəsvəsə gəlsə, şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın, çünki o işdəndir və beləndir. Buradan belə başa düşürük ki, əgər şeytan ki, hər vaxt bizə vəsvəsə elədir, bizim işimiz Allaha sığınmaqdır və onu özümüzdən uzaqlaşdırmaqdır ki, innehu huvas-samiul alim. Çünki o işdən və beləndir ki,
Allah Teala'ya sığınmağımızla şeytanı özümüzdən uzaqlaşdırırıq. Allah'tan dua eləyək ki, bu gözəl əməllərə bizi layiqincə əməl etmək nəsib eləsin və Allah'tan dua edə tutduğumuz orucları xas oruclardan qərar versin, bizi Ali Muhammeddən ayrı salmasın. Ənimdə duamız Mevlamız İmam Zaman Ağanın zuhurunu təcil qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.